Lako. Bax. Bax. Bunu. Allah adama necə pislik verir. İman gətirməyənlərin üstünə belə pislik verir. Oxuyarsan da. Deməli də, Layla, sən bir dənə söz deyim. Bu bir sənə Lako. Məsələn, bayaq mən zəng elədim 102-yə. 590-92-22-yə vurdum. Tap advoy verdi. O birisi götürmürdü. Sonra 102-yə yığanda qulaq astı. Mənə zəh gəldi. Sən nəyi deyirdin? Dedim ki, Sahil bala yedi, baba yedi. Nə dedim mən o sosialın böyüyü. Yəni onu, məsələn, qaziləri, elmanı, məsəl üçün, deməni oxusaq. Məsələn, o qazilər o burada yandırırlar, özü. Nə dedim denə? Dedim ki, onu Bismillahirrahmanirrahim. Qovulmuş şeytanı Allah'a sığınıram. Allah'ım şeytanların vəsvəsələrini Allah'ım sənə pənah aparım. Onların yanımızda olmalarını, işlərimizi xəbər qatmalarını Allah'ım sənə sığınıram. Allah'a ölçü. Yəni, Layla, bu adamı dedim ki, 102'ye. Şeytandan sənə bir vəsvəsə soxulanda, Quranda var, belirləmək lazım. Demək, gördün deyəmirsən, birinci vəsvəsədəsən, sonra normalda deyildin. Stroyda deyildin, yoxsa formadasan, onda deyil. Deməli, o adam, əgər onu tutsalar, o az, nə qədər ömür var, ömürlük türmədə yatsa, o az. Qaziləri hələ götürməyə çox şey var. Qazilər, özün yandıran qazilərlə görə haqq hesabı çəksə, hüquqşünaslar da. Sonra elə prezident də cavab verdi də, məsələn, o nazirin böyüdür. Yəni, onu əslində Ermənistandakı bizim vətəndaş, yəni Azərbaycanlılar da əsirlikdə qalırlar, o əsirlikdə dərəcə, onlar nəysə, sonra. Yəni, onlardan dəyişmək lazım. Niyə? Çünki elə əsirliyə, Ermənistan əsirliyə gedində elə adam, yəni, Amin kimi deyil də o, Qazi Amin kimi. Amində video çəkmişlər, ermənilər onu tutanda qorxmurdu onlardan. Amma elə adamı az hələ, o da azdır. Allah cəza verəcək onlara, qiyamət günü. Amma məsəl üçün, nə dedim ki, yəni ki, tutaq ki, onu saldılar türməyə azdır. Türmədən ömürlü saxladılar azdır. Qazilər özünü o boyda yandırdı. Onda gəlir onu 40 qazi, neçə qazi özünü yandırır. 40 dəfə öldürəsən, bətər o yandırasan, təzədən diriləcək o, təzədən yandırasan. Onun günahları çoxdur, axır ki, onu bildirəndə, ondan sonra mən namaz qılırdım. O moment zəh gəldi, götürdüm, amma ki, namazında davamdaydım. Yeridimsə də, telefon... Layla, elədir ki, qoydan açqımı taxım, gözüm ağzıyır. Nəyədən, dəqiqədən açqım vardadır. Gözlə. Açqım ağzıyır. Açqım ağzıyır. Deyən Layla. Harada da açqım. Tapsaydım. Axır ki, Layla, tapdım. Yəni ki, adam deyir, ay Allah, belə hissənir, səndə də olur elə. Elə olmasın. Onlar zəng edəndə adam hissənir deyə ağzını çıxarır, bir dənə hissənində adam etikasız görünən səslər çıxardır. Ay Allah deyəndə, xahiş edirəm, biraz çalış. Elə desən də ağzından çıxsa da çalış, elə çıxmasın. Amma elə çıxsa uşaq yanında da, Allah yanında. Özünü toplamağa çalış. Əslində necə demək lazımdır? Məsələn, elədir. Məsələn, ya Allah, ya Allah, ya Allah. Deyir sana, ləbbək ya Allah. Onun ya Allah. Belə deməzdir. Xoşunlarla ağıllı göstərəcək. Neyləsin bir dənə tapşırır. Məsələn, əgər pis dedinsə, çalış yaxşı deməyə.
təsbihlə 1000 dəfə ya Allah demək lazım deyil. Neçə dəfə yaxşı alınana qədər. Yəni Allahın izzətindən çəkinmirlər nə olar Allah Teala buyurur. Zənginizi görsəydim.